Allah niyə valideynlərin sözündən çıxmamağı əmr edir? Bəzən deyirik, mən böyümüşəm, öz ağlım var. Amma Allah bu mövzuda çox ciddi danışır. Niyə? Quranda açıq buyurulur. Və Rəbbin ondan başqasına ibadət etməməyinizi və ata-anaya, öz valideynlərinizə yaxşılıq etməyinizi qəti hökm etdi. Əgər onlardan biri və ya hər ikisi sənin yanında qocalıq çağlarına yetişsələr, onların zəhmət yaxud sərt davranışları müqabilində narahatlığını biruzə vermə. Hətta onlara uf demə, üstlərinə qışqırma, çobud söz demə və onlara xoş söz de. İsra surəsi, ayə 23. Diqqət et, Allah özünə ibadətdən dərhal sonra valideynlərə yaxşı davranmağı zikr edir. Bu təsadüfi deyil. Çünki valideyn səni acı ilə dünyaya gətirən, gecəni gündüzünə qatan, sən danışmazkən sənin üçün danışandır. Valideynə itayət kör-körana boyun əymək deyil, bu şükür və ədəb məsələsidir. Əlbəttə, günaha çağırırlarsa, itayət yoxdur. Amma incitmək, səsini qaldırmaq, üz çevirmək qadağandır. Allah valideynə hörmətə əmr edir. Çünki valideyn qəlbini sındırmaq, bərəkəti sındırmaqdır. Və unutma, valideyn razılığı Allah razılığına gedən ən qısa yollardan biridir.